İranın türkləşməsi məsələsi ilə bağlı. Çünki istiqlalı dedik, federal anlamı dedik və bu fikirdə oradakı türklərin bəzilərinin səsləndirdiyi fikir var. İran türklərin torpağıdır, 900 il qədər ora türklər rəhbərlik eləyib və İranın başında türklər olmalıdır fikri. Bununla bağlı sizin münasibətinizi öyrənmək istəyirəm. Sonra yenə günümüzdəki olaylarla bağlı bir neçə məqam var ki, çox mənim üçün maraqlıdır, onu soruşacağım. Buyurun Kaya bəy, sizlə başlayaq. Mən bundan əvvəldən müxalifəm. Yəni əslən mənim nəzərimə İranın türkləşdirməsi bu ki biz neçə il bu coğrafiyadayıq ya onlar bu cür deyim, o adamların sözləridir ki, mən şəxsən gözümdə onlara İranbaycancı deyirəm. Onların nə federal şeyləri vardı, düşüncələri vardı, nə istiqlal düşüncələri vardı. Onlar deyirlər bu İran elə bu cürsundan qalsın. Yaxşı, birincisi onların düşüncələrinin bir dənə çox radikal bir nöqtəsi ki vardı. Xoş, sən vaxt deyirsən İran türkləşsin, sən həman işi görürsən ki, Pəhləvi bizə görübdür. Yaxşı, sən bu günlərimə bir dənə gedib bir daha zorla bir dənə Kürdü türkləşdirəcəksən, ya bir Lori, ya bir Ərəbi. Biz bu günlərimə deyirik hamı bərabər. Bir-birimizi söysək də söyməsək də bu bir dənə vaqiiyyətdir. Vəli deyirik ya hamıya olsun, ya heç kəsə. Yaxşı, nəinki gələsən sən deyəsən, yox, biz gedək hamını ərəb eləyək. Hamını yox, mən onu istəmirəm. Yox, məncə İranın türkləşdirməsinin arxasında hamını türkləşdirmək fikri deyil də İranın hökumətinin başında olan türklər olmalıdır deyil. O günə gedər, oturar federal üstünə. O heç vaxt ola bilməz ki, indi olar. O bu cür olar, federal harət olar. Bir dana eyni Türkiyə hezbləri ki vardı, bir dana güclü Türk hezbi gələ dura ölkənin başında. O ülkəyə bu günlərimə şey eləyir. Bu gün məsələn deyim, fərz eləyim məsələn Pezeşkiyan türküdür. İndiki vilayəti fəqih yoxdur və bir dənə türk rəis cümhur vardı. Xoş, indi ölkə türk əlindədir da, o cür deyə bilirik. Yaxşı. Bəli, bu bizim heç dərdimizə dəymir. Biz bu günlərimə istəyirik bu sistem. Bu gün baxın, federal ki Altay bəy deyir, mən federalına, mən federalçı ilə düşmən deyirəm. Vəli federalına o vaxt müvafiqəm ki, federal bahis olar ki, sonra 2 il, 3 il, 5 il sonra o istiqlala yetişər. Yəni o vaxtacan mən federalından okeyəm. Niyə? Çünki bu cür deyim, İran coğrafiyasının başında duran sistem faşist bir sistemdir. Yəni bir dənə mərkəzdə çox balaca bir əqəlliyyət vardı. Bunu qəbul eləsək də eləməsək də, bu əqəlliyyət istəmir bu millətlər bundan qopa. Çünki bu millətlər ayrılanda da bu əqəlliyyətin əlində heysat qalmır. Yəni kültür anlamında heysat qalmır. Bu günlərimə istəyirdilər 2500 illik cəşn tutarlar da, kuruşun şeyini tutarlar. Əllərində apardıqları sazları, giydikləri libasları, oxuduqları, oynadıqları hamısı türklərinki idi. Yaxşı, siz fərz eləyin ki, bugün bu türk toplumun, ərəb toplumun bunlardan ayrasız, sabah bunlar istədi cəşn tutu. Hangi libası giyəcək? Hangi sazı çalacaqdı? Başladınız, bunların qorxusu budur. Vəli bizim bu qorxumuz yoxdur. Bugün Kuzey Azərbaycan ayrılıbdır. Xoş, neçə ildir? 1918-dən həmən bir dana bir müstəqil bir özünə görə bir şeydir. Baxın, mən 40 ilə 60 yaşında mən buna çox mütəəssifانه çox narahat oluram. Kuzey Azərbaycandan bir dana 40 yaşla 60 yaş arasında insanlarla danışın xanım ağa. Hamısı piyanistdir. Hamısı oxumuş, çox gözəl okullarda oxumuş, profesor, doktor, heysad olmasa 3 dənə, 4 dənə yazılmış kitabları vardı. Bu nə mənəni göstərir? Bu oranın sistem amuzəşsin və filanın göstərir. Yaxşı, gəlin həman rədiyə sennidə bizim məmləkətdə şayad 50 nəfər tapasınız. Heç o da tapanmazsınız. Mən 50 nəfər deyirəm, şayad ithaf edirəm. Niyə? Həman bu mərkəz sisteminin bizə gətirdiyi bu kasıbçılıqdır. Yəni bu bir dənə kültürel kasıbçılıqdır. Kuzey Azərbaycan ona görə, Kuzey Azərbaycanın ayrılmağı bu cür deyim, Türk dünyasında onlara çox böyük lütf olubdur. Zamanında çox böyük lütf olubdur. Ancaq bu günlərimə bu ayrılıq şayad indi qorxu salar. Necə ki o zaman da qorxu salırdı. Muhtemelen o zaman ayrılanların arasında çoxlu tedircilər var idi. Nə olacaq, nə edəcək, eləyəcək. İndi olublar və çox gözəl yerdədirlər. Yenə də deyirəm, mən federalına müxalif deyirəm. Ancaq o federali ki, axiri istiqlal olar. Çünki mən mütməinnəm, bu faşist düşüncənin federalizm çox uzun ömrü olmaz.
Çox təşəkkürlər. Buyurun Altay bəy, sizin fikriniz də. O İran-Türklüğü meselesi ki bu siyaseti yaradanlar da, bunu ortaya getirenler de, bu konuyu İran'da açıklayanlar da, ben bunları uzun illerdir tanıyorum. Yani 95'ten bu yana falan çok derin bir şekilde tanıyorum hamısını. Birçoğunu yani tanıyorum. Kimdirler, nece insanlardırlar, ne nifak yaratmışlar, hardan bu düşünceyi yaymaya başlamışlar. Onları da çok ince bilirim. Bu deməli bir zamanlar gelmişlerdi, bir harita paylaşmışlardı. Ahvazı etmişlerdi Türk yurdu, gitmişlerdi bir yanına Beluçistan'dan, bir yandan aslında çıxillerdi hələ İran sınırlarından falan. Soruşurdum, deyirdim, hop, Ahvaz, niye Ahvaz? Sen deyirdi, Ahvazlar özləri gönüllərisiyle Azərbaycanlı olurlar. Baba, deməyin bu sözləri. Bunlar, mən proje görürəm, yəni buna mən bir proje görürəm ki, amacı həm içəridə Türklərlə dahaları arasında nifaq salar və həm də Türklərin güclənməsinə izin verilməyə. Yəni olmaz, yəni daha mümkün deyil. İmparatorluq dönemi geçti. Hələ də daha o dönemdə deyilik ki, qılıcı əlimizdə tutaq, sallaya dünyayı tutaq. Yəni istəyək də bugün silahımız olsa bile de artık bu dünya o dünya değil. Elədir. O yüzden ben ona çok yaklaşmıyorum. Federal'dan o ayrılık meselesinde gene deyirəm. Bu ki mən gələm ayrılıqdan, o parçalamaktan direkt defadan təşkilatımın və təşkilatımın ileri tuttuğu siyasete və Qəşqayda olan öz veçhəmə yaxşı deyil. Bu ki gələm təxrib edə, o da türklərlə o, deməli Azərbaycanla yaxınlığımla ona yaxşı deyil. Yəni başarmıram bu konuda çok sert danışam. Vəli mutlaq bir gün yaxından görüştüğümüzde daha güzel bunu danışarıq. Ama bu meselede federal olsa ya olmasa gene deyirəm, o sabaha bağlıdır. Bəli. Yani o da ki Kaya Bey dedi, zaten bizim bu etilaf ededim, ittifak ededim, onun manifestinde yazır. Hakkı təyin sərnəveşt yazır. Hakkı təyin sərnəveşt yani ne? Yani her millet kendi geleceğini kendi belirler. Bəli. Bence bu yeterlidir. Aydındır. Mən bu arada siz dediniz ki, biz indi danışırıq, sabaha bilmirik. Çox haqlısınız. Çox üzüldüyüm məsələlərdən biri budur ki, biz bu coğrafiyada nə oyun quranıq bu dəqiqə, nə oyun pozanıq. Yəni Türklər özünü o qədər gücsüzləşdirib ki, Amerika dünyanın başından, nə bilim Avropası, İsraili, hər kəs burada oyun qurmaq haqqın, tərbiyəsizliyin özündə görür, amma biz heç bir şey eləyə bilmirik bununla bağlı. Biz mümkün variantları bu dəqiqə, mümkün ehtimalları bu dəqiqə dəyərləndiririk.